Salam, hər vaxtınız xeyir olsun. Dəyərli YouTube izləyicilərimiz, bu gün çəkib təqdim edəcəyimiz həyət evimiz Xırdalan şəhərində Humanitar Kollecin yanında yerləşən 119 nömrəli marşrut dənizinin yanında yerləşən 1,5 sotda tikilmiş 130 kvadratlıq 4 otaqlı düzəldilmiş bir həyət evinin çəkişini sizlərə təqdim edəcəm. Gördüyünüz kimi həyət evimizin çöldən görünüşüdür. Qapıdan girən kimi həyətində belə bir qlodovkası var, həm də ayaq oldu deyərdim. Gördüyünüz kimi su kran yeri də var. Değerli izleyiciler, bu həyət evimizin böyük tərəfidir. Arxasında da yol var. Qısa bir vaxtımız yetməsinə arxadan göstərəcəm. Yalnız getməyəcəm. Buradan keçid etmək olur. Özüm biraz öncə gedib gəlmişəm, baxmışam. İndi videoda vaxt getməsin deyənə getmədim. Kürsülü həyət evidir. Gördüyünüz kimi trapı var. Qazı su işığı daim edir. Sənəd kupça çıxarışdır. Tikinli çıxarışı var. Torpaq bələdiyyədir. 1,5 sotda tikilmiş belə bir həyət evidir. 130 kvadrat tikili sahəsidir. Bura dəyərli izləyicilər əlavə olunub, mətbəx olunub. Gördüyünüz kimi belə bir giriş qapısı oldu. Bura balaca bir qlodovkası dəhlizdir, daha doğrusu. Bura oldu ayaq yolusu. Gördüyünüz kimi markada qoyulub. Bura böyük hamam otaqsıdır. Qazı su işığı daim edir. İstimi kombidir. Biraz əvvəlcə göstərdim. Geniş bir həyət evidir. 130 kvadrat tikili sahəsidir. Ümumi çöldən çöləsi. Gördüyünüz kimi belə bir dəhlizdir. Daha doğrusu böyük otaqdır. Bura digər bir otaqdır. İşıq olmadığı üçün qaranlıq düşə bilər. Bura geniş bir, gəlib özünüz görə bilərsiniz, uzun, normal ölçüdə belə bir ikinci bir otaqdır. Yəni bura oldu zalı. Bura isə üçüncü bir otaqdır, normal ölçüdə. Bu daşdır, pəncərələrin dəmir barmaqlarla bağlanmışdır. Gördüyünüz kimi, burada belə böyük bir zalıdır, dəyərli izləyicilər. Zal, 3 otaq, mətbəx adlı həyətli də rahatçına geniş həyəti var. Qiymət şərh bölməsində qeyd olunacaq, real alıcı evə başdan sonra endirmə olacaq. Məndən bu günlük bu qədər. Sağ olun, dəyərli izləyicilər.